Akademiya olaraq 20 fevral tarixindən etibarən fiziki tərbiyə və çağırışa qədərki hazırlıq ixtisası üzrə 4-cü kurs tələbələri üçün gələcəyin müəllimi peşəkar bacarıqların inkişafı istiqamətində təlimlərə start vermişik. Təlimin məqsədi tələbələrin gələcəkdə yaxşı müəllim kimi formalaşmasına kömək etməkdir. Mövzular sadə və canlı şəkildə izah olunur. Hər gün quizlər və bölmə sınaqları ilə biliklər yoxlanılır. Tələbələr gələcək üçün daha peşəkar müəllim olmaq istiqamətində çalışırlar və bu təlimlərimizdə biz çalışırıq ki, simulyativ dərslər tətbiq edək. Simulyativ dərslər zamanı tələbələr real dərs şəraitini təcrübədən keçirirlər. Bu təlimlərimiz eyni zamanda psixoloji hazırlıq baxımından da çox faydalıdır.